Salam, hər vaxtınız xeyir olsun, hörmətli şagirdlər, dəyərli izləyicilər, əziz 11-ci siniflər. Bilirsiniz ki, artıq dekabr ayıdır, noyabr bitir, dekabr ayıdır və buraxılış imtahanına sayılı günlər qalıb. Təxminən mart ayında olarsa bir neçə ay qalıb, dekabr, yanvar, fevral, yəni təxminən 3 ay vaxt qalıb və biz bütün qruplarımızda, 11 qruplarımızda ikincisiyə başlamışıq. Bir qrupumuz artıq başlayıb, digər iki qrupumuzda dekabrın 1-dən başlayacaq və qeyd edeyim ki, təzə topuldan işləyəcəyik. Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi ikinci hissə topuldan işləyəcəyik 2025 və təbii ki, bilirik ki, kifayət qədər sual əlavə olunub. Dərsimiz həftədə 3 dəfə keçirilir. Həm ödəniş barədə, həm dərs günləri barədə aşağıda gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Dərsimiz həftədə 3 dəfə 1 saat yarım 2 saat arası olmaqla keçirilir və təbii ki, çoxlu sayda sınav işləyəcəyik. Təxminən imtahana qədər bu gündən sonra, yəni dekabr və yanvar ayında 80-ə yaxın, 80-dən çox hətta sınav işləyəcəyik. Qoşulmaq üçün yenə də qeyd edirəm, aşağıda gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Uğurlar!